1, 2, 3. Bakın bu da yarmarkada ilkti. Görün ne gəlir böyle göz servis olmakta. 10 manata gedər olan stendlərdə burada var. Yarmarkada 10 manata qədər münasib stendləri gəzməyə davam. İlk öncə burada 2 dəfə yediyim pizza və quesadilla stendlərinə yaxınlaşdım. İngredientlər hər biri göz önündədir. İstəyinizə uyğun seçim edirsiniz. Qiymətlər 5 manatdan başlayır. Quesadilla xüsusi sosla servis olunur və çox doyumludur. Həmçinin pizzanın ingredientləri də bol idi. Stend McDonald's tərəfdən daxil olduğunuzda 3-cü stenddir. Sonra isə yarmarkanın göz bebeği olan və ilk dəfədir yediyim Koreyan mətbəxinə aid olan mando oldu. Xüsusi acılı soslu və içkili servis olunur. Üzərində də xüsusi soslar var. Ət sevənlər məncə bunu bəyənəcək. İçərisinin əti də həmçinin sulu və yumuşaq idi. Bu stend isə 29-cu stenddir. Soyuq əllər istiyorlar yarmarkasında hər iki stend sizlərin yolunu gözləyir.